Salamlar Aygün xanım, növbəti videomuzda xoş gördük sizi. İki çox özümüz haqqında çox maraqlı mövzudan sonra bu dəfə gələcəyə doğru bir addım atmağımız üçün bizə dəstək olmağa gəlmisiniz. Bu gün nələrdən danışacağıq, bizi nə kimi fərqindəliklər gözləyir, bu haqqda biraz məlumat verərdiniz. Bəli, mən də salamlayıram, sizi də salamlayıram və izləyicilərimizi də yenidən salamlayıram. Biz bugün danışacağıq, bəli, addım atmamaq daha doğrusu, yəni ertələmək məsələsi. Bu sual o qədər çox belə hər yerdə gəlir ki, addım ata bilmirəm, həmişə ertələyirəm, hər şeyin belə ən mükəmməl olmağını gözləyirəm və s. və düşündüm ki, bunu da bir balaca biz bir video formatında danışaq və təbii ki, bunu da mütləq şəkildə bu mövzuda addım ata bilməmək, ertələmə, mükəmməliyyətçilik və uğur deyə bir video salmışam mən Phoenix fərdi inkişaf paketinə. Hardakı belə üz-üzə seans kimi. Yəni orada belə məsələ var, özüm fikir vermişəm, qaçış yoxdur da. Çünki üz-üzəyi, yəni birbaşa belə mənə baxırsınız ki, ey hey, bunu da bilirsən, artıq addım atmaq vaxtıdır. Orada birbaşa bir video formatında işləyirik, yəni video seans kimi bu mövzunu, amma istədim ki, burada da bir balaca izləyicilərimizlə biraz da danışaq bunu və təbii ki, əsas hissəni mütləq şəkildə Phoenix proqramında, emosional dönüşüm proqramında, fərdi inkişaf proqramında baxa bilərlər o hissəyə. Bugün bəli, bu addım ata bilməmək, yəni ertələyirəm. Ümumiyyətlə aşağı yuxarı eyni yerə gedib çıxır da, addım ata bilmirəm, ertələyirəm. Bu insanlar çox zaman özlərini belə ya çox belə mükəmməliyyətçi damğası vururlar ki, mən çox mükəmmələm deyə addım ata bilmirəm və s. ən yaxşısını istəyirəm deyə addım ata bilmirəm və s. İlk başda deyim ki, bunlar hamısı yalandır. Yəni bunlara inanmayın belə şeylərə. Bunlar sizin zehninizin sizi belə sakitləşdirmək üçün uydurduğu yalanlardır. Buna inanmayın. Əslində çox zamanda elə bu barədə mən dediyim kimi Phoenix proqramında çox daha detallı bir formada bunu biz mexanizm kimi izah etmişik. Yəni addım ata bilməməmiz ümumiyyətlə özümüzü qoruma mexanizmasıdır. Yəni 99% halda və biz özümüzü nədən qoruyuruq deyə baxanda biz görürük ki, çox insan elə düşünür ki, məsələn addım atmıram çünki uğursuzluqdan qorxuram. Amma dərinə gedəndə də çox insan elə uğurlu olmaqdan qorxur. Yəni məsələn desəm bunu, deyər ki, "Yo, ya danışırsınız, mən niyə uğurlu olmaqdan qorxum ki, mən niyə çox pul qazanmaqdan qorxum ki?" və s. amma xeyr, elə deyil. Ya mən baxın daxildə ona layiq hiss etmirəm deyə, yəni o uğur mənə olmaz. Baxın, bu addımları atsam müəyyən bir uğur gələcək və o uğur mənə olmaz. Mən bunu özümü layiq hiss etmirəm daxildə və layiq hiss etmədiyimə görə də avtomatik belə bir mexanizma yaradıram ki, addım atma, ertələ. Nə bilim, ən mükəmməl olanda güya ki, addım atarsan, mükəmməl zaman demək bir şey yoxdur, düzdür. Və yaxud da ki, mən o uğurun gətirəcəyi o məsuliyyət ki var da, düzdür, ondan qorxuram. Baxın, bu da bir məsələdir, düzdür? Yəni, məsuliyyət həmişə artır. Tutaq ki, mənim Telegram kanalımı ilk açanda məni 15-20 nəfər var idisə kanalda və mənim məsuliyyətim daha az idi, düzdür? Ki, yəni məni 15-20 nəfər dinləyir, uzağı biri məni tənqid edər, nəsə danışıram. İndi məsələn 1500 üstü insan var kanalda. Bu mənim tənqid olma ehtimalımı artırırmı? Artırır. Bu mənim kiminsə tərəfindən nə bilim, bilmirəm, belə deyək ki də, tutaq ki, müzakirə açıldı, nə bilim, bəyənmədim sizin fikrinizi, bu demək ehtimalımı artırır, bütün ehtimallarımı artırır, düzdür? Yəni bir insan belə sizi, tutaq ki də mən bir balaca belə Instagrama yönəlirəm, Telegramma, yəni əgər sizin bu tərz bir işiniz varsa, bir insan əlavə belə sizi çox tanımağa başlayırsa, sizin avtomatik, yəni tənqid olma ehtimalınız artırır, gördüyünüz işlərin keyfiyyətinin sorğulanma ehtimalı, hər şey, bütün ehtimallar artırır, düzdür? Və baxın, bu da bir uğurdur, amma bunun da bir məsuliyyəti var axı bunun içərisində, düzdür? Və mən o məsuliyyəti orada qorxuram deyə, onu görürəm axı nəticə olaraq əslində və avtomatik burada otururam yerimdə ki, yox, mən ən mükəmməl olanda, ən yaxşı, nə bilim, podcast kanalı, ən yaxşı Instagram, ən yaxşı video. Baxın, bugün məsələn bizim mikrofonumuz işləmədi.
Amma biz bu videonu çəkirik yenə də. Dedik ki, işləmir, çünki bir dəfə də istədik çəkir, mikrofonda yenə problem oldu və ikinci dəfə dedim ki, çəkirəm bunu, düzdür. Burada məsələn yenə də tənqid olma ehtimalı varmı? Var ki, səs yaxşı gəlmir, tutaq ki, hələ biz evdə çəkirik belə baxanda. Hər ehtimal var da, amma yəni artıq addım atmalıyam. Nə olsun ki, tənqid olma ehtimalı var, nə bilim, hər şey ola bilər burada. Amma o addım atır. Burada zehində bir mexanizma var. Dediyim kimi, o mexanizmanı mən Phoenix fərdi inkişaf paketində izah edirəm daha detallı formada ki, mexanizma necə işləyir və biz o mexanizmanı necə dəyişdirə bilərik. Burada isə gəlin baxaq ki, müəyyən daxili səbəblərə baxaq bir balaca. Yəni daxilimizdə bizim o mənim buna gücüm çatmaz inancı varsa, avtomatik o olur, sabah edərəm. Yəni mən özümə inanmıram, özümü layiq görmürəm, bərabərdir sabah edərəm. Yəni çox zaman sizin məsələniz ertələmə deyil, sizin məsələniz başqa şeydir yenə də. Baxın, ona görə biz bu ay dedik ki, bu daxili konfliktlər ayıdır əslində. Çünki məsələ ertələmə deyil, ertələməni araşdıranda məsələ başqa şeydir. Həmişə belə olur bu. Və bir də dərinə gedəndə biz görürük ki, biz səhv etməkdən çox qorxuruq, yəni qınanmaqdan çox qorxuruq. Çünki xüsusən də uşaqlıqda məsələn öyrəşmişik ki, səhv etsəm cəza alaram, düzdür, məni sevməzlər və yaxud da bundan öncəki videoda danışmışdıq deyəsən o ki, şərtli sevgidən danışmışdıq. Yəni valideyn tutaq ki də siz yaxşı bir şey edəndə bir addım atdınız. Orada bir hədiyyə var, mükafat var. Amma orada bir balaca büdrəyəndə də orada da bir cəza var. Düzdür? Və mən büdrəmə ehtimalımı göz önünə almaq istəmirəm deyə mən özümü mükafatdan da geri çəkirəm ki, yoxdur, mükafatda olmasın qoy. Amma mən büdrəmə ehtimalım da olmasın. Çünki o büdrəyərkən gələn tənqid, bəlkə cəza, bəlkə hətta bir baxış belə doğrudan da insanı çox yaralaya bilir, düzdür? Baxın, bütün o ehtimallara görə biz həmişə deyirik ki, bizim zehnimizin vəzifəsi bizi belə uğurlu bir iş adamı, iş qadını etmək deyil. Bizim zehnimizin vəzifəsi minimum eforla bizi maksimum həyatda tuta bilməkdir. Yəni həyatda qal da, survive et. Yəni zehnimizə 10 dənə çanta, nə bilim 5 dənə maşın, 10 dənə ev, bizim statusumuz o bu əsla maraqlı deyil. Ona maraqlıdır ki, Aytən evdən çıxmasın, salamat qalsın, evin içərisində yaşasın 70 il, 80 il. Onun yəni orqanları fəaliyyət göstərsin, bəsdir bizə. Risk olmasın da yəni. Hə, belə ona görə də yəni zehnimiz bizim düşmənimiz deyil ha. Sadəcə olaraq zehnimizin işləmə mexanizması budur. Ki, yəni o bizi qorumaq üçün, bizi o uğursuzluq düşündüyümüz, məsələn, uğursuz olsam filan cürə hiss edərəm. Atam mənə filan cürə baxar, düzdür, filan kəs mənə filan şey deyər. Bax, mən bunlardan qorxduğuma görə avtomatik şəkildə addımı atmıram ki, oradakı o məyusluğu yaşamayım. Yəni zehnim məni məsələn o məyusluqdan qoruyur, düzdür? Amma orada mənim bəli məyus olma ehtimalım da var. Amma uğur qazanma ehtimalım da var. Amma biz uğura gedən yolda onsuz da elə məyusluqlar, uğursuzluqlar, nə bilim, hər deyir ki, qəşəng alınan bir layihənin arxasında bəlkə də 10 dəfə, 15 dəfə alınmayan bir cəhd var, düzdür? Yəni o şəkildə biz gedirik. Amma bunu bizim zehnimiz bizə məsələn icazə vermir. Bax bu şəkildə. Biz burada gün hamanda fokuslanmalıyıq biz arzu elədiyimiz nəticəyə ki, bu çətin yolu keçə bilək, o ertələmə davranışından qurtulsun canımız, yoxsa necə? Bax, bunu mən elə Phoenix proqramında izah etmişəm ki, o arzu arzu etdiyimiz nəticəyə fokuslanmaq bizi əslində haralara aparıb çıxardır və bu heç də sizin düşündüyünüz kimi deyil. Tam tərsinədir əslində, amma bunu dediyim kimi elə mexanizmanı biz orada Phoenix proqramında mən izah etmişəm ki, çünki orada video formatında belə daha rahatdır seans kimi ki, mən onu deyim, qarşımdakı insan nə bilim qeydlər aparsın, biz onun nə bilim məsələn bəzi videolarda kök inancını tapırıq, onun üstündə işləyirik texnika ilə, terapiya ilə, amma sırf bu siz dediyiniz yerdə qəşəng sualdır, amma dediyim kimi onun cavabı artıq oradadır. Bəs o proqram haqqında izləyicilər necə məlumat ala bilərlər?
Telegramda elan edirsiniz. Səmimi xanıma yazaraq, bəli, orada bizim mənim Instagram kanalımda bioda da link var ki, hansı ki sizi aparacaq həmin bütün fərdi inkişaf proqramlarımızın olduğu bir fayla və Phoenix proqramı haqqında da orada bəli məlumat ala bilərsiniz və düşünürəm ki, yəni sizin üçün, hər kəs üçün öz üstündə işləmək üçün çox ideal bir fürsətdir. Nəzərə alsaz ki, həmişə deyirəm bunu, bir seans, bir görüş, 3 rəqəmli bir ödənişdir və cəmi 1 saat, 1 saat yarım düzdür və orada həmişə söhbət yəni başqa yerə gedə bilər. Yəni bir neçə seans saat adətən lazım olur bu məsələləri həll edə bilmək üçün, amma bir də var ki, sizin əlinizdə artıq o video var. Yəni videolar toplusu, video seanslar toplusu, terapiya üstünə, art terapiya üstünə, coaching terapiyaları çoxdan da istəyirdim ki, onları tətbiq edim hardasa və qismət bu proqramaymış və hamısı birlikdə, bəli, siz onu götürürsünüz, istədiyiniz vaxt oturursunuz, özünüzü hazır hiss edəndə, sanki həmişə coach həmişə oradadır da, ChatGPT kimi. Coach həmişə oradadır, siz özünüzü hazır hiss edəndə artıq növbəti mövzuya keçirsiniz, oturursunuz, 1 saat terapiyanızı, seansınızı keçdiniz, okey, hazırlaşdım, bitdi. Növbəti həftə, 2 həftə sonra bəlkə özümü yenə hazır hiss edəcəm. Növbəti mövzu, tutaq ki, bizdə mövzular çoxdur orada. Növbəti mövzu, okey, o zaman indi açıram, indi izləyirəm. Bax, bu şəkildədir orada. Çox sağ olun Agil xanım. Bu ertələmə mövzusu yəqin ki, necə deyirlər, çağın problemi, yəni demək olar ki, hər kəsin əziyyət çəkdiyi bir mövzudur və bu mövzuda da özlərimizdə işləmək üçün bizə bu fürsəti yaradırsınız. Videomuz da çox maraqlı oldu. Düşünürəm daha detallı öyrənmək istəyənlər üçün Phoenix proqramı, yəni bütün mövzularda, təkcə ertələmə mövzusunda deyil də digər bundan əvvəlki video mövzularımız olan sərhədlərdə, günahkar borclu hiss etmək və bundan sonraki mövzularımızı əhatə edən bir çox mövzuda həqiqətən bir dəyişim paketi olacaq. Çox sağ olun ki, bizə belə bir paket hədiyyə edirsiniz və bu video üçün də, detallı məlumatlar üçün də təşəkkür edirik sizə. Növbəti videolarda görüşərik.